Esselamu Aleyküm Rahmetullah. Deməli, bəzən olur ki, e, bilmədiyim bir yerdən, bilmədiyim bir vaxtda Allah Teala elə bir ruzi verir, elə bir nemət verir ki, əlhəmdə o neməti əldə edirsən və heç bir problem olmur, heç bir çətinliyin olmur. Və bəzən olur ki, elə bir iş çıxır ki, yəni sənə o iş sənə çox böyük bir gəlir gətirəcək, sənin üçün çox xeyir olacaq və ya hər hansı bir böyük bir insanla və böyük bir vəzifəli insanla tanış olacaqsan, onunla münasibət quracaqsan və s. Yəni sən dünyavi baxımdan sənə xeyir gətirən, böyük bir xeyir gətirən, çox böyük bir xeyir gətirən, gəlir gətirən bir iş çıxır və sən o işin olmasını istəyirsən, onunla, yəni o işin alınmasını istəyirsən, sənin nəsib olmasını istəyirsən, çox şiddətli şəkildə, çox həvəslə sən bu işin olmasını istəyirsən, lakin görürsən ki, axırda gəlib çıxır ki, bu iş alınmır və çox vaxt bu belə olur. Yəni səbirsizliklə gözləyirsən, sevinirsən, hətta onun xəyallarını qurursan, arzularını qurursan ki, belə eləyəcəm, bu iş gəlsin, bu qədər pul qazanım, bunu bura xərcləyəcəm, bununla falan obyekt açacağam və falan bir ev tikəcəm və s. Və bu iş görürsən ki, çox vaxt alınmır. Bu da nədən dolayıdır? Gözdən və nəfsdən dolayı. Kimin göz nəfsidir? Sənin öz gözün və öz nəfsindir ki, bu işə mane olur və bu alınmır. Lakin o birisi qəfildən olan bir hadisə, qəfildən olan bir sənə gələn bir nemət və ya bir gəlir, görürsən ki, o alınır. Yəni bilmədiyin vaxtda, bilmədiyin anda olan bir şey alınır. Nəyə görə? Çünki sən artıq o göz, nəfs falan olmur. O dərhal sənə gəlir. Çünki onu bilmirsən öncədən. Amma sən bunu öncədən bildiyin üçün bunun haqqında fikirləşirsən, həyəcan gəlir, heyrət gəlir və öz nəfsin, öz gözün bu işə dəyir və görürsən ki, bu iş alınmır. O baxımdan əgər belə bir şeylə rastlaşan, belə bir halda olan insanlar varsa, onlara tövsiyəm odur ki, o işin arzusunu qurmasınlar. O işdə hansı ki belə bir işlər var, belə bir ehtimallar var. Onun xəyalını qurub, onun planını qurmasınlar ki, bu belə olsun, belə eləyəcəm. Sadəcə unutsunlar, inşallah yaxşı olar deyib unutsunlar. Olsa olacaq, olmasa olmayacaq. Lakin onun xəyalını qurub, yəni o barədə fikirləşməsinlər. Çünki böyük ehtimal göz dəyə bilər, nəfs ola bilər və öz gözün dəyməz səbəbinə bu iş alınmaya bilər. Hətta sən, yəni o demək şərt deyil ki, sən bunu pis gözlə, pis nəfslə düşünəsən. Hətta istəyərək olsa belə, sevinərək olsa belə öz gözün dəyib bu işləri korlaya bilər. O baxımdan həmçinin bu ərəfələrdə də həm bu barədə fikirləşməmək, həm də çoxlu zikr eləmək. Maşallah, barakallah, təbarakallah, Allahın bərik zikirlərini eləmək ki, yəni şeytan uzaqlaşsın. Çünki səndən çıxan o göz, o nəzər, o enerji, mənfi enerji, o düşüncəsiz bir məxluqdur. Yəni o enerji düşüncəsiz bir şeydir. Yəni onun ağlı yoxdur ki, getsin sənin yəni nəyisə korlasın, nəyisə təsir eləsin. Onu ora aparan şeytandır. Və sən də maşallah, barakallah, təbarakallah, Allahın bərik sünnədə zikr elədikcə o şeytan uzaqlaşır. Artıq göz, nəfs sənə təsir eləmir.